Herkese salamlar, yeni bir video ile karşınızdayım. Bugünkü dersimiz bura önlüyü olacaq. Bu önlük Azərbaycan dilinə haqqında barəsində olaraq tərcümə olunur. Bu önlükdə təsirli kal əsaslıdır, yəni özündən sonra gələn isimləri, əvəzlikləri, sifətləri təsirli kalda tələb eləyəcək. Bu təsirli kal tələb eləyən 5-ci önlüyümüzdür. Təsirli kal kanalımızda kompleks şəkildə var. Bu videodan sonra təsirli kalı oradan daxil olub tam şəkildə izləyə bilərsiniz. Bu video içərisində bacardığım qədər sizə bu haqda məlumat verəcəm. Bu videodan sonra təsirli kalı izləsəz daha yaxşı başa düşə biləcəksiniz. Belə başlayaq. İlk öncə şəxs əvəzliklərindən istifadə edək. Про меня mənim haqqımda, про тебя sənin haqqında, про него onun haqqında, про неё onun haqqında, qadın cinsi, про него kişi cinsi, про неё qadın cinsi, про нас bizim haqqımızda, про вас sizin haqqınızda, про них onların haqqında. Örnek verəsi olsaq, он часто рассказывает про меня. O tez-tez mənim haqqımda danışır. Я забыл спросить про тебя. Mən sənin haqqında soruşmağı unuttum. Она все время думает про него. O daim onun hakkında düşünür. Он nичего не сказал про неё. O onun hakkında heç nə demədi. Про неё, yəni qız haqqında, про него, yəni oğlan haqqında. Davam edək, bir neçə örnek daha verək. Они спрашивали про нас. Onlar bizim haqqımızda soruşurdular. Я часто думаю про вас. Mən tez-tez sizin haqqınızda düşünürəm. Ты слышал что-нибудь про них? Sən onların haqqında nəsə eşitmisən? Gəldik bura. Про кого? Kimin haqqında? Burada isimlərlə, əvəzliklərlə və sifətlərlə işlənməsini görəcəyik. Əgər isim canlıdırsa və kişi cinsindədirsə, samitlə bitirsə A, Y və yaxud da myaksinakla bitirsə, onların yerinə ya əlavə edin. Məsələn, он часто говорит про твоего отца. O tez-tez sənin atan haqqında danışır. Отец, onda ts var, samit var. Onun üzərinə A əlavə edirik. Atsa, y'si də düşür. Uznali про его соседа. Biz onun qonşusu haqqında öyrəndik. Sosed canlıdır, insandır. Ona görə üzərinə bir dənə də A əlavə elədik. Soseda bu şəkildə çevirdik. Başqa örnəklər də verək. Она рассказала про нашего друга. O bizim dostumuz haqqında danışdı. Про нашего друга. Druga sözü özü keçdi. Əslindəki hala özü dəyişdiyinə görə qarşısındakı əvəzlik də dəyişdi. Bu rus dili üçün normal halda isimlər. Hər hansı bir hala görə dəyişdikləri zaman onların qarşısına gələn sifətlər və əvəzliklər də dəyişirlər. Ты ничего не знаешь про моего брата. Burada eyni hadisə baş verir. Нашего друга, моего brata. Bir-birlərə bənzəyirlər. Davam edək. Мы вспомнили про нашего учителя. Biz xatırladıq bizim müəllimimiz haqqında. Burada uchitel kişi cinsidir, canlıdır. Ona görə myaksinakla bitir və onun yerinə ya əlavə edib. Ana до сих пор думает про Алексея. O hələ də Aleksey haqqında düşünür. Qadın cinsi adırsa A-nın yerinə U, yadsa ya-nın yerinə yu əlavə edirik. Мы часто вспоминаем про маму. Он написал песню про Катю. Mama A var. A'nın yerinə U qoydu. Katya sonunda ya var idi. Ya'nın yerinə yu qoyduq. Bu şəkildə dəyişdik. Başqa örnəklər də verək. Она говорила про твою сестру. Burada yenə də твоя сестра oldu твою сестру. Niyə görə? Çünki isim keçdi təsirli kala. Özü təsirli kala keçən kimi qarşısında gələn əvəzliyi də mütləq surətdə təsirli kala keçirir. Я ничего не знаю про Лидию. Bəli, burada Lydia sonunda ya var idi. Ya'nın yerinə yu əlavə elədik. Davam edək. Она читала про известную актрису. Burada gördüyümüz kimi aktrisa oldu. Aktrisu özü dəyişdiyinə görə qarşısındakı sifəti də dəyişdirdi. Ты слышал про Аню? Burada Anya idi. Ya idi. Onun yerinə yu əlavə elədik. Davam edək. Про что? Nə haqqında? Qadın cinsində qayda dəyişmir. Adsa U, yadsa yu, myaksinakdırsa heç nə əlavə eləmirik. Olduğu kimi saxlayırıq.
Вы говорили про мою старую работу. Я слышал про эту krəsivую istoriya. Bu şəkildə dəyişirik. Yəni, qadın cinsində canlı, cansız fərq eləməyəcək. Hamısı eyni qaydada dəyişəcək. Başqa örnəklər də verək. Она рассказывала про свою первую любовь. Burada любовь, sonda məqsnak var. Qadın cinsidir. Özü dəyişmir, amma qarşısındakı sifət və əvəzliyi dəyişəcək. Buna diqqət edirik. Он рассказал про свою прошлую жизнь. O öz keçmiş həyatı haqqında danışdı. Yenə жизнь qadın cinsidir. Özü dəyişməsə də qarşısındakı gördüyümüz kimi əvəzliyi də, sifəti də dəyişdirib. Bu şəkildə. Baxın, burada свою eləyib, burada прошлую formasında dəyişdirib. Davam edək. Kişi cinsi cansızdırsa və orta cins dəyişməyəcək. Bunlar olduqları kimi qalacaq. Məsələn, я тебе говорил про новый фильм. Я тебе говорил про новый фильм. Gördüyümüz kimi film dəyişməyib, özü dəyişmişsə qabağındakı sifəti də dəyişməyib. Он опять начал про свой дом рассказывать. Burada yerlərini biraz dəyişmişəm. Про свой дом. Dom dəyişmir, qarşısındakı da dəyişməyib. Davam edək. Но речь идет только про наш клуб. Yenə klub özü də dəyişməyib. Мы забыли про музей. Yenə də muzey yenə də dəyişmədən qalıb. Davam edək. Впервые я слышу про это место. Mesто orta cinsdədir. Özü dəyişmir. Ona görə qarşıda olduğu kimi qalır. Və yaxud da ki, мы говорим про второе поколение. Поколение yenə orta cinsdir, dəyişmir. Qabaqda adlı halda necə idisə elə qalır. Yəni adlı halda belədir. Təslik yapılıb formada qalacaq. Davam edək. Belə bir geniş cümlə var. Забудь. Забудь про прошлое. Живи настоящим. Думай о будущем. Geçmiş haqqında unut. İndi ilə yaşa. Gələcək haqqında düşün. Belə bir cümlədə burada istifadə olunub. Dərsimiz bu qədər. Dərsin PDF formasını yenə Telegram kanalımıza yerləşdirəcəm. Onu da oradan götürüb istifadə edə bilərsiniz. Həmçinin videonun açıqlama bölümündə dərslik haqqında olan videolarda sırasıyla paylaşacağım. Onları da oradan daxil olub izləyə bilərsiniz.